Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda aciqanın hazırlanmasını sizinlə paylaşıram. Uzun illərdir mən bu reseptlə aciqanı hazırlayıram. Çox dadlı alınır. Səhifəmdə aciqanın hazırlanma qaydası var. Amma bugün bir izləyici istəyi ilə yenidən hazırladım. Çəkib sizinlə də paylaşmaq istədim. Çox gözəl aciqa alınır. İndi keçək hazırlanma qaydasına. Aciqanı hazırlamaq üçün bizə lazımdır qırmızı biber, yer kökü, soğan, acı biber, pomidor, cəfəri, bir də bitki yağı. Tərəvəzləri təmiz yuyandan sonra əvvəlcə doğrayıb, sonra ət çəkən maşından keçirdirəm. Aciqa üçün belə qırmızı ətli biber almışam. 3 kilo yarım biber almışam. Amma təmizləyəndən sonra çəkəcəm. Dəqiq tərəvəzlərin ölçülərini videomun açıqlama bölümündə qeyd eləyəcəm. Tərəvəzləri doğrayıb ət çəkən maşından keçirdirəm, amma video çox vaxt aparmasın deyə doğrama hissələrini çəkməmişəm. Belə gördüyünüz kimi tərəvəzlərin hamısını yuyub, doğrayıb, ət çəkən maşından keçirdib ayrı-ayrı qablara yığmışam. Keçirəm aciqanı bişirməyə. Bişirəcəyim qazanın içərisinə bitki yağı əlavə eləyirəm. 400 ml, 2 stəkan 400 ml bitki yağı əlavə eləyirəm. Mən aciqanı günə baxan yağı ilə bişirirəm. Sizə istədiyiniz yağla da bişirə bilərsiniz. Soğanı qızmar yağın içinə tökürəm, qarışdırıram. Soğanı biraz qovururam, çox da qızartmıram, elə suyu çəkilib yağa düşənə qədər qarışdırıram. Artıq suyu çəkiləndən sonra yer kökünü əlavə eləyirəm. Soğanla bir yerdə qarışdırıb 4-5 dəqiqə soğanla bir yerdə qarışdırıb bişirirəm. Tərəvəzləri bir-birinin ardınca qazana əlavə eləyib aciqanı hazırlayıram. Ardından ət çəkən maşından keçirdiyim qırmızı ətli biberləri də qazana əlavə eləyirəm. Qarışdırıram. 5-6 dəqiqə qaynayandan sonra acı biberi əlavə eləyirəm. Mən 3 ədəd acı biber əlavə elədim, amma acı biber zövqə görədir. Acı sevməyənlər əlavə eləməsin. Ya da elə az da əlavə eləyə bilər. Biberi də əlavə eləyəndən sonra qarışdırıram, qoyuram qazın orta xodunda aciqanı bişirirəm. Biraz qaynadandan sonra çəkdiyim pomidorları qazana əlavə eləyirəm. Qarışdırıb qoyuram bişməyə. Pomidor da sulu olduğu üçün tərəvəzləri bir yerdə 10-15 dəqiqə qazın orta xodunda bişirirəm. Ara sıra qarışdırıram. Suyu çox olduğu üçün ara sıra qarışdırıram, amma suyu azalıb qatlaşanda onda tez-tez qarışdırmaq lazımdır. Bu tərəvəzlər də biraz bişəndən sonra sarımsağı əlavə eləyirəm. Mən bir baş sarımsaq əlavə elədim. Sarımsaq da zövqə görədir. İstəyən daha çox ya da daha az da əlavə eləyə bilər. Sarımsaqla da bir yerdə biraz bişirirəm. Qazanın yanlarından baxıram. Suyu çəkilir, azalır, qatlaşmağa başlayır. Göyərtini əlavə eləyirəm. Göyərti ilə də bir yerdə hamısını qatlaşana qədər bişirirəm. Bişməyinə az qalmış. Duz əlavə eləyirəm. Əvvəlcə 1 xörək qaşığı, bir də yarım xörək qaşığı duz, 1 xörək qaşığı da şəkər tozu əlavə eləyib qarışdırıram. Duz tam həll olandan sonra dadına baxdım. Duzu mənə biraz az gəldiyi üçün yenə yarım xörək qaşığı duz əlavə elədim. Ümumilikdə 2 xörək qaşığı, normal xörək qaşığı turşu duzu əlavə elədim. Yodlu duzdan istifadə eləmirəm. Bankaları qaynatmıram. Ona görə duzu yaxşı vurmaq lazımdır ki, xarab olmasın. Aciqanın bişməyinə az qalmış. Bankaları suda 10 dəqiqə qaynadıram. Qapaqlarında üzərinə qaynar su töymüşəm. Onlar da təzə qapaqdır, amma yenə onların da üstünə qaynar su tökürəm ki, təmiz olsun. Artıq demək olar ki, aciqa hazırdır. Suyu tam azalıb.
Tam da qurutmuram. İçində suyu olmalıdır. Ağır-ağır qaynayır, yağı üzünə çıxıb. Onda deməli acıqa bişib hazırdır. Artıq bankalara yığmaq olar. Qazı keçirmirəm. Qazın ən aşağı xodunda elə qaynaya-qaynaya qaynatdığım təmiz bankalara yığıram. Bankaya yığandan sonra bankanın kənar hissələrini təmizləyirəm. Təzə qapaqlardan qoyub əlimlə sıxıb bərkidirəm. Hamısını eyni qaydada bankalara yığıb qapağını sıxıb bərkidirəm. Tutmalar üçün qapaq əgər təzə olsa daha yaxşı olar. Onda yaxşı vakumlanır, xarab olmur. Əgər sizdə işlənmiş qapaq olarsa, onda ən azı bir 10 dəqiqə suda qaynatmaq lazımdır. Hamısını bankalara yığdım. 7 ədəd yarım kiloluq, 1 ədəd 700 qramlıq, 1 ədəd də 250 qramlıq banka acıqa alındı. Üstün adyalla örtürəm, qoyuram, qalır. Tam soğuyandan sonra tutmaları saxladığım yerdə, şkafda saxlayıram. 2 ildə qalsa heç xarab olmur. Çox gözəl acıqa alınır. Biraz da artıq qalıb qaba yığmışam. Onda soğuyandan sonra necə olduğunu sizə göstərmək istəyirəm. Soğuyandan sonra daha da qatılaşır. Çox dadlı acıqa alınır. Elə sadə çörəyə çəkib yeyəndə çox dadlı olur. Quru yeməklərin yanında da çox dadlıdır. İndi qırmızı ətli bibərin mövsümüdür. Siz də alın. Bu reseptlə hazırlayın. Əminəm çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.